Solmaz. Nə bu uşaq? Mən hər şeyi indi başa düşdüm. Burada bir dənə günahkar varsa o da sizin oğlunuzdur. Eşitmirsən nə deyirəm? Get otağına, get. Mən bura sizə problem yaratmağa gəlməmişəm. Məsələni həll etməyə gəlmişəm. Əgər bu söhbət mələyin qulağına çatsa, onda sən ged oğlunla vidalaş. Hər şeyi nə tər planlaşdırıbsa, biz belə qalmışıq, mat. Bax, Tural bundan ikinci dəfədir ki, eyni səhv eləyir. Ha, bu gəlib yalandan bizim mələklə aramızı vuracaq. Əgər bu Süleyman dediyini eləsə var ha, heç nəyin anası deyil. Hər şey yaxşıdır, Mələk. Heç bilmirəm bu yaranan vəziyyətdə nə deyim, nə eləmək olar. Görərsən, o birazdan yıxılacaq o birisi ailəsinin tərəfinə. Yaxşı da, Basi. Nəyi bölüşə bilmirsiniz siz? Mələk, bəs doğrudan belə bir şey olmuş olsaydı, neyniyərdin? Mən onlara söz verdim ki, İlqar bu uşaq məsələsini böyütməyəcək. Sən mənim adımdan niyə danışırsan? Narahat olma. Hər şey yaxşı olacaq. Vallahi başa düşmürəm. Sabah ərzəniyoz işdən çıxırsan. Nə danışmaq istəyirsən məndən? Mən bugün Mələklə uşaq məsələsini danışmışam. Xəyalət 12 iyun saat 22-də Xəzərdə.